Salam dostlar. Ağşəhərdə Fəvvarələr Parkında hava o qədər gözəldir, o qədər mülayimdir. Saat hardasam deyim sizə, saat 9 tamam. 21:01. Qızlarla görüşdük, yemək yedik və gəldik gəzməyə. Gəldik, bu bir rəfiqəm bu demək körpüdə olmayıb, gəlmişik. Burada baxın. Şeydən başlıyor. Başdan başlıyor, bunda ayaqdan başlıyor. Gecə vaxtı çıxıb o. Nə qədərdilər. Doğulduları. Bu lap uzunluq. Çıxıb. Meymunlar da yerindədir. Çox sevirəm Ağşəhəri. Bu parkı da çox sevirəm. Bu da Fəvvarələr meydanıdır. Burada ticarət mərkəzi olacaq. Nə vaxt açılacaq məlumatım yoxdur. Kim bilirsə yazın. Burada belə çox gözəl arxitekturni, belə həllər, belə evlər var. Və körpüyə doğru gedirik. Axşam vaxtı mən də olmamışam, gündüz olmuşam. 2 dəfə ya 3 dəfə. Çox qəşəngdir, çox. Burada indi sönüb, bu da Fəvvarədir. Mən çalışıram ki, qəşəng çəkim, kameranı çox əsdirməyim, hətta gəzəndə də məncə pis olmur məndə çəkmək. Amma axırıncı videomda xanım demişdi ki, yazmışdı komentari ki, çox belə çevirirsiniz kameranı, baxmaq olmur. Çalışdığım qədər çəkirəm ki, çox əsdirməyim kameranı. Aslında bir sekti, Fəvvarələr meydanı. Ay da çox gözəldir. Ulduzu da var yanında. 4 nömrəli avtobus. Bura 4 gəlir. Ağşəhərə 10 gəlir. 88A gəlir. Hələ ki bunlar gəlir. Nizami Parkının böyründə. Orada astanovka var, dayanacaq. Görsən o necə istəyir, görsən oynayır. Görsən, heç denəmir, heç denəmir, heç denəmir. Ay bu da kıskançlı değil mi? Geliyor.